Bəzi insanlar var ki, onlar deyirlər ki, o qədər namaz qılmayan insanlar var ki, namaz qılmırlar, amma çoxlu yaxşı işlərlə məşğuldurlar. Şəxsən mən özüm olaraq mən belə insan tanımıram. Həyatım boyunca elə bir insana rastlamamışam ki, bu adam yaxşı insan olsun, amma namazı olmasın, ibadəti olmasın, amma bu insan yaxşı insan olsun. Belə bir insan həyatım boyunda görməmişəm və belə bir insan da kimisə zənn edirsinizsə, bilin ki, onun ya ailəsində, ya öz daxilində mütləq qüsurları, günahları vardır. Sadəcə olaraq onu siz görmüsünüz. Sizə özünü yaxşı insan kimi tanıdıb. Həmçinin ən böyük yaxşılıq da bizi yaradan Allahımızın əmrlərinə itaat eləməkdir. Sən bir insan Allahın bütün insanlara yaxşılıq edirsə, amma öz Allahını unudursa, bu sanki bir təməlsiz bir divar tikirsən, ev tikirsən, amma təməli yoxdur. Bu mütləq bir gün çökəcəkdir. Həmçinin yəni namazın önəmi ilə bağlı Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, bir hədisində, qiyamət günü insandan ilk soruşulacağı əməl onun namazıdır. Əgər namazı düz olarsa, digər əməllər də ondan qəbul olacaqdır. Onun üçün namazlarımıza diqqət edin, fərz namazları, bütün işlərin, bütün savablı işlərin önündə görəyin. Çünki fərz namazlarından üstün heç bir ibadət yoxdur. Allah qatında ən dəyərli ibadət 5 vaxt fərz namazımızdır. Onun üçün onu mütləq qılağın. Sonraki işlərdə bizim qiyamət günü üçün əlbəttə ki, savablarımız da çox gözəldir.